Salam dostlar, sizden bir şey sorsam. Bu kuş ne terdir? Belki siz bilirsiniz. Bak bu ağ kuş, bu ağım. Bir 3-4 gündür belədir kuş. Biz necə? Kuş halsızdır. Halsızdır, keyfsizdir, belə da yani. Yeriyəndə nə tərdim bilə? Yorğun yeriyir. Quşa bilmirəm, nəsə olubdu. Bəlkə siz bilərsiniz nəsə olubdu. Yəni bilsəz yazarsınız daha yorumlarda. İndi quşu göstərirəm, baxın. Quş nə tərdim? Bax bu daldakı bax bu quşa bax. Bu quşa nəsə olubdu. Bilmirəm, quş halsızdır. Bax o da onun erkəyidir. Buna nəsə olubdu bu mayaya. Eşya baxım, indi baxın. Ben videomu dayandırım. Hə dostlar, baxın, quş bax belədir. Halsızdır. Qənətli də quş deyək. Canavarlarımın ikisi də oradadır. Dostlar, quş bax bu vəziyyətdədir. Yəni bir qısasını elə nətədir? Elə bir quş halsızdır da, veyişsizdir. Yerdən kırşazada qalxmağı var. Amma quş çox halsızdır. Məsələn, indi buna baxın dostlar. O da kırşa qalxmaq istədi, qalxa bilmədi. Gördünüz? Gəldi, bura düşdü. Quş bu vəziyyətdədir. İndi bilmirəm bunu siz bilərsiniz bəlkə quşa nə olubdu. Quş halsızdır, halsızdır. Buna bax. Halsızdır quş. Bilmirəm nədəndir. Qanadı zadı çırpıb belə qalxır. Gördünüz da, divara də yazıq kırşa qalxamadı. Kırşa dəydi, yazıq yerə yıxıldı. Bilmirəm nədəndir. Mənim də yazığım gəlir. Tulluyuqsa demirəm. Deyirəm it pişik boğacaqdır. Öldürəcək, yiyəcək. Elə evdə cəz quşların içine atmışam ki, tək qalmasın. Erkəyi də oradadır. Erkəyi də damdadır. Vitdi də qəşək bal almağa görə mayadır. Bəlkə siz bilərsiniz bunun dərdi nədir. Bir də dostlar, bilsəniz bu quş niyə belədir? Siz bilərsiniz. Adamdan da qaçmır. Buna bax. Dostlar, siz bilsəniz bu quşun dərdi niyə belədir, nə bilim nətərdir. Yəni siz bilərsiniz da, indi aramızda quş saxlayan adam çoxdur. Mənim özüm də belə Şəmkirdə qalıram. Bu quşu mənə tanış adam veribdi. Qardaş dediyim oğlandı. Quş sağ salamat idi. Gətdi. Quş 3 ay 4 aydı məndədir. İndi 3-4 gündür quş belə olubdu. Bilmirəm xəstədir nə. Xəstə quş da belə olmur axı. Salamat quş oxşuyur. Prosto quş belədir də. Bir də qarın ağrısına düşübdü. Belə yaşıl. Yaşıl eləyir. İndi dostlar, bunun dərdi nədir? Nə dərmanı, sizin quşlarınız da belə olubsa, nə dərmanı alıb verirsinizsə, bir də büyüşür quş. Nə dərmanı alıb verirsinizsə, yəni əgər bunu bilirsinizsə, bu niyə belədir? Maya yazardınız bir dənə direktdə. Nə dərmanı veribsiz, nə qaribsiz siz öz quşlarınız belə olanda. Qəşək də maya deyir, ölməyini istəmirəm, baxıram. Dənizad yiyir, amma bir dənə belə olmağı pisdir. Yəni sizin də quşlarınız belə olubsa, siz də onu belə dərmanla zaten sağaldırsınızsa, bir dənə direktə yazardınız, nə dərmanı veribsiz, nə qaribsiz. Direktə yazardınız, mən deyilərdim, bu quşu sağaldardı. Yazıq quş, bilmirəm niyə belə. Ağzının içi də tərtəmizdir. Yəni quş bu vəziyyətdədir, yazığım gəlir. Buna bax, indi buraxım bir dənə yerə. Halsızdır, buna bax. Quş. Yəni dostlar, sağ olun, hamınızı öpürəm, rəyimlə qoyuram. Bir dənə videomu bəyənib keçərdiniz, zəhmət olmasa. Kanala abunə olun, takip atın.
videomu beğenin. Sağ olun dostlar, öpürəm hamınızı. Özünüz bir dənə yazardınız bilsəniz bu quşun dərdi nədir. Nə dərmanı olsa alaram. Bizə dənə siz yazın bu quş niyə belədir, bilim.